Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Mən Sona Məmmədova, Ellər Akademinin Azərbaycan müəllimi, artıq bilirsiniz. Bu gün istədim ki, blok imtahanına qısa bir müddət qalıb və biz əvvəlki ilin qəbullarını bir detallı müzakirə eləyək, təhlil eləyək, sizinlə birlikdə suallara baxaq. Bu videoya əlbəttə ki, 11-cilər mütləq baxmalıdır, çünki məlum məsələ dediyim kimi imtahana az bir müddət qalıb. Amma məsləhətdir ki, 9-dar, 10-cu siniflərdə baxa bilər, kimlər ki, 3-cü qrupdur. Yəni baxması tövsiyə olunur. Çünki növbəti illərdə onlar da bir görsün ki, necə suallar düşür, necə təhlil etmək lazımdır, necə baxmaq lazımdır və s. Qısaca bir şey demək istəyirəm ki, böyük ehtimal əksəriyyətinizin həvəsi azalıb ikinci şans imtahanına hazırlaşmağa və yaxud da narahatsız, əlavə bir stres də gəlib. Əvvəl danışdığımız kimi necə razılaşmışdıqsa, o şəkildə də davam edək uşaqlar. Yəni son günə qədər, yəni ikinci şansın son gününə qədər əlimizdən gələnin ən artığını eləyək. Eləyək ki, əmin olun, yəni hər gün elədiyiniz o damla-damla şeylərin hər biri imtahanda sizə çox gözəl bir şəkildə geri dönəcək. Deyəcəksiniz, yaxşı ki, bax buna baxmışdım, bu qabağıma çıxdı. Yaxşı ki, bunun üstünə düşmüşdüm, bu qabağıma çıxdı və s. Ona görə də xahiş edirəm sizdən, xahiş və tələb eləyirəm ki, tənbəllik eləməyin. Bu bir aydan az bir müddət qalıb. Videoda yayımlanandan sonra yəqin ki, daha da bir az müddət qalar. 3 günə yayımlanar böyük ehtimal. Ona görə də bu son günlərinizdə çoxlu praktika eləyərək, təhlil eləyərək, əvvəlki illərin qəbullarını, izahlarını diqqətlə, bax elə bizim bu videomuza baxaraq özlərinizə işləyin. Nə qədər çox tər töksəz, işləsəz, o qədər çox bəhrəsini görəcəksiniz. Yəni sizin atdığınız hər bir kiçik addım imtahan gününə qədər, hər gün elədiyiniz, hər gün atdığınız ən kiçik addım imtahanda sizə yığılıb böyük bir hədiyyə olaraq geri dönəcək. Ən az bir 60-70 bal artıra biləcəksiniz inşallah. Ona görə də çalışmaq lazımdır. Və indi isə keçək əvvəl deməli bu keçən ilin iyul ayında düşən suallardır. Özüm sırf bunu seçdim. Çünki keçən yay imtahanına görə, yəni ikinci şansa necə düşüb, nə tərzdə düşüb, ehtimallarımı da deyəcəm bu arada ki, bu il necə düşə bilər, yəni hansı sual tipləri daha çox gözlənilir, hansı mövzuları daha çox təkrar edeyim. Bunu da videonun sonuna doğru da bir daha qeyd edəcəm. Ona görə də diqqətlə baxırıq və təhlil edirik. Ümumiyyətlə uşaqlar, məndən sizə əmanət. Yəni mütləq şəkildə sualları oxuyanda, imtahanda, blok imtahanı elə bir şeydir ki, yəni mütləq şəkildə diqqətli oxumaq lazımdır. Yəni maksimum sualı diqqətli oxuyub tam dərk eləyəndən sonra ki, bizdən nə istəyir, ondan sonra bir-bir təhlillərə keçirik. Yəni bir-bir baxırıq ki, burada nəyi seçməliyik, nəyə baxmalıyıq, doğrunu mu soruşur, yanlışı mı soruşur? Yəni bu kimi məsələlərdə çox-çox diqqətli olmaq lazımdır. Yəni blok imtahanında, birinci şans imtahanında fikir verdinizsə, əksəriyyətinizin elədiyi səhvlər diqqətsizlik səhvləri idi. Yəni orada əslində bilmədiyiniz bir şey yox idi, keçmədiyiniz, hazırlıq prosesində öyrənmədiyiniz bir şey yox idi, düzdürmü? Sadəcə ya vaxt bölgüsünü düzgün eləməmisiniz, bir sualın üstündə çox fikirləşmisiniz, ya da ki, diqqətsizliklər eləmisiniz. Ona görə də sualı diqqətlə oxumaq lazımdır. Gəlin başlayaq birinci sualdan. Deməli, deyir ki, Eylervin diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Bax, imtahanda oturmuşuq, oxuduq sualı. O saat dairələyirsiniz. Kitabça sizin deyilmi onsuz da? Qəşəng dairələyirsiniz ki, məndən yanlışı soruşur. Deməli, kinoşünaslıq və musiqişünaslıq. Kinoşünaslıq şəklində oxunur, bir də musiqişünaslıq şəklində oxunur. Bizdən, deyirsən, soruşur, fənli xüsusiyyətlərinə sual da var. Elə bildim, ancaq leksik təhlilini soruşur. Kino sahəsində çalışan mütəxəssis deməkdir. Gənclər, kinoşünaslıq varsa, bu necə mütəxəssis olsun? Kinoşünas olsa, şəxs anlayış, insan anlayış bildirir. Amma kinoşünaslıq həmin sahənin adıdır. Ona görə mütəxəssis yox, sahəsidir. Bir səhvdir, amma bizə də səhv lazım idi. Tərkibidən uzun tələffüz olunan sahət yoxdur. Kinoşünaslıq, bəli, yoxdur. Amma bəlkə burada da yoxdur. Musiqişünaslıq, burada var. Bunun yeri düzdür. Deməli, bir olanları götürürük. Daha doğrusu bir olmayanları çıxaq və bir olanları götürürük. Sonra, tərkibindəki bütün şəkilçilər ahəng qanuna uyğun olaraq dəyişə bilir. Bu deməkdir ki, tərkibindəki bütün şəkilçilər ahəng qanuna tabedir. Bəs biz yada salaq, biz hansı şəkilçilərə demişik, video izahlarımda da var idi bu. Hansı şəkilçilərə ahəng qanuna tabe olan və yaxud da hansılara ahəng qanuna tabe olmayan şəkilçilər demişik? Yəqin ki, yadınızdadır. Rəylərdə birinci yaza bilərsiniz, sonra cavabları eşidə bilərsiniz.
Deməli, bir variantlı şəkilçilər ahəng qanuna tabe olmurdu gənclər. Yadda saxlayırıq. Və burada fikir verirsinizsə, ikisində də şunas şəkilçisi var. Şunas şəkilçisinin bir versiyası var. Şunas. Bir variantlı şəkilçisi. Ona görə də ahəng qanuna tabe olmur. Bu yazıb ki, tərkibindəki bütün şəkilçilər ahəng qanununa uyğun olaraq dəyişə bilir. Xeyr, səhvdir. Ona görə də götürürük. Tələffüzündə iki fərqli məqam var. Bəli, elə bayaq demişdim, l, d-ya keçir hər ikisində. Bir də q, x-ya keçir hər ikisində. Bu doğrudur, ortaq yazıb. Tərkibində bütün qapalı saytlar işlənmişdir. Bütün qapalı saytlar görək var. Deməli, i, u, ü. Daha doğrusu ü. Aha, var. Amma burada u yoxdur. Hə, düz yerə yazıb. Deməli, tərkibində bütün qapalı saytlar işlənib. Sağa yazıb, düz yazıb. İncəsənət sahəsinə aid sözdür. Bu ikisinə də getməli idi uşaqlar. Çünki kinoşünaslıq da, musiqişünaslıq da incəsənət sahəsinə aiddir. Yer olaraq səhvdir deyə götürürük və cavab olur 1-3-6, yəni A variantı. Daha sonra nümunə ilə bağlı uyğunsuzluğu müəyyən edin. Deməli, uyğunsuzluğu soruşur, yəni səhvi soruşur. O saat nə edirik? Dairələyirik. Bağların arası ilə uzanan bir yolla gedirdim. Köməkçilik hissələrindən yalnız qoşma və ədat işlənib. Aha, arası ilə qoşma. Şagirdimiz üstündə işləyib, biraz səliqəsiz kimi görünür. Amma oxuya bilərsiniz deyə düşünürəm. Onsuz da özüm də oxuyuram. Bağların arası ilə. İlə var burada uşaqlar və ilə qoşmadır. Nə ilə? Bağların arası ilə. Uzanan bir yolla, yol ilə yenə qoşmadır. Deyir, yalnız qoşma və ədat işlənib. Bir sözünə baxaq. Uzanan iki yolla yox, demək olmaz. Burada ədatdır. Düzdür, qoşma və ədat işlənib. Bu doğrudur. Burada nə yazıb? Ölümdən qorxmayın siz, ey oğullar. Ruhlar bu torpağı qoruyacaqdır. Feillər eyni qrammatik məna növündə müxtəlif şəkillərdədir. Qoruyacaq, deməli qoruyacaq məlum növdədir və xəbər şəklindədir, zaman şəkilçimiz var. Ölümdən qorxmayın. Bu da məlum növdədir, amma əmr şəklindədir. Bəli, müxtəlif şəkillərdədir, həqiqətən də doğrudur bu da. Kiçik oğrulardır hədəfin sənin, böyük oğrulardan xəbərsizmisən? İsmi xəbərlərin ifadə vasitəsi nitq hissəsidir. İsmi xəbərlərimiz xəbərsizmisən? Bəli, nitq hissəsidir, ismi xəbərdir və oğrulardır, nitq hissəsidir, ismi xəbərdir. Bu da doğrudur. Bizim evin böyründəki düzdə çoxlu at otlar. Bu arada A variantını plus qoymadıq, A da düz idi. Bizim evin böyründəki düzdə çoxlu at otlayırdı. Əsas nitq hissələrinin yalnız say işlənməyib. Axı say işlənib, çoxlu at. Biz bilirik ki, sayla zərfi qarışdıranlarınız varsa çox bəsitəsində xatırlatmaq istədim sadəcə. Hərəkətə aiddirsə, hərəkətin nə qədər olduğunu miqdarını bildirirsə bu zərfdir. Amma adlara aidsə, ismə aiddirsə, əşyanın nə qədər olduğunu bildirirsə saydır. Burada nur topu kimi sayımız var. Bu deyir ki, say yoxdur. Əlbəttə ki, səhvdir. Bizdən də səhvi soruşurdu. Cavab D variantıdır. Sonra iş apar, baş gedərsə, qoy getsin, ad qalır, bəs deyilmi millət ilə? Deyir ki, 3 ədat işlənib. Baxaq. Qoy getsin əmr ədatı, bəs sual ədatı, deyilmi, mi. Mi çox sinsidir, biraz diqqətli oluruq. Çünki sözə gizlənir. Onu məncə salacaqlar iyul imtahanına da. Yəni, diqqətli olun. Çünki köməkçilik hissələrinə bu dəfə daha bir bonus məlumat verim ki, köməkçilik hissələrinə çox ağırlıq verməmişdilər bu imtahanda. Amma gözlənilir ki, yəni mənim təxminlərimə görə ən azından iyul imtahanda köməkçilik hissələrinə dair suallar gözləyirəm. Məsələn, qoşma və ya zərf düzəldən şəkilçini qarşıq sala bilər, ədat və bağlayıcıya aid suallar sala bilər və s. Yəni, o cümlələrdən bax, belə bir seçim tələb edən suallar sala bilər. Bəli, burada da mumi sözə bitişik yazılıb, gizlənir, amma görmək lazımdır, baxmaq lazımdır. Burada 3 ədat var, doğrudur. Daha sonra, 3-cü sualımız. Deməli, yalnız fonetik norma uyğunluğu soruşur bu arada, dairələyək imtahanda da. Yalnız fonetik norma pozulan cümlə, yalnız leksik norma, yalnız qrammatik norma. Tamam. Nə özü oynamır, biz bunu şagirdlərimlə dəfələrlə demişik, videonu izləyənlər o saat deyəcək. Nə özü oynayır, nə də bağlayıcısı, inkar bağlayıcısı olan cümlədə nə olmalıdır? Xəbər təsdiqdə olmalıdır uşaqlar. Ona görə də elə burada qrammatik norma pozulub, oynayır olmalıdır. Bəlkə başqa norma da pozulub. Nə də Kənana icazə vermirdi. Hə, elə bir norma pozulub, qrammatik. 3-ə yazaram A. Doğrudan da
Elə səhv yazıb uşaqlar, doğru sözündən olmalıdır da, elə yadda saxlayın. Doğrudan. Doğrudan da səhv yazıb, fonetik norma pozulub. Dünya xeyir və şər üzərində qurulub. Başqa norma pozulmayıb. Bəli, bu da 1-ə gedər. Heyvan motivlərindən ibarət ornament yox, ornament səhv yazılıb. Əks olunduğu bir çox xalça. Bir çoxdan sonra say necə gəlməli idi? Cəmdə. Bir çox bir sıradan sonra cəm gəlməli idi. Ona görə qrammatik normada pozulub, fonetik normada pozulub, heç birinə getməyəcək. C-ni harda görsəm çıxım. Şagird səhv seçib, kim seçibsə. C-ni harda gördüksə çıxdıq. Aha. Şəhəri layihələşdirmək təklifi onun üçün gözlənilməz oldu. Layihə yox, axırında həmişə belə yadınızda saxlaya bilərsiniz. Hə ilə bitir. Layihə, hə ilə qutarır. Layihə, bu səhv yazıb amma. Fonetik norma pozulub. Deməli, onun üçün gözlənilməz oldu. Başqa bir norma pozuntusu görürükmü? Görmürük. Ona görə də 1-ə gedəcəkdir. Xalqın seçmə oğulları torpaqlarımız uğrunda vəfat etdilər. Vəfat etdilər yox, xalq uğrunda, vətən uğrunda ölənlərə, yəni dünyasını dəyişənlərə belə deyək, həlak oldular. Yəni deməyimiz daha doğrudur. Ona görə də xalqın seçmə oğulları torpaqlarımız uğrunda şəhid oldular və yaxud da həlak oldular demək daha doğrudur. Leksik norma pozulub məna cəhətdən. Ona görə 2-yə gedər. Deməli 1-ə B-dir. Bir dəqiqə, 1-ə B-dir olanlar gəlin saxlayaq. 1-ə B-dir, 2-yə Y, 3-ə də A. Hə, elə cavabımız da düzdür, bəli. Cavab oldu B variantı. Daha sonra 4-cü sualımız. Hansı cümlədə təsriflənməyən feillərin hər birinə aid nümunə var? Yadımıza salırıq. Təsriflənməyən feillər məsdər, feil sifət, feil bağlamadır, düzdürmü? Burada çox qəşəng bir şey var. Onu 100% yılda da salacaqlar. Diqqətli olun. Elə dünən şagirdlərimlə blok sürət qrupuna hazırlaşdığımız şagirdlərimizdən dedik bunu. Deməli, təsriflənməyən feillər məsdər, feil sifət, feil bağlama. Hər biri olsun. Əmisi gələndən bəri bunu nəzərdə tuturdum. Bunu şagirdlər bilmir nə götürsün adətən, gələndən bəri. Bu feili sifət yoxsa feil bağlama. Gənclər, burada anda əndə deyil. Burada gələn vaxtdan bəri. Əslində feili sifət və çıxışlı hal qəbul edib də. Feili sifətdir, gəlmək, gələn və gələndən. Ona görə də, bəs deyilərsiniz ki, mən bunu necə seçim? Anda əndə olsa, uşaqlar, anda əndə olan söz bütöv nə zaman sualına cavab verir? Hərəkətin zamanını bildirir. Məsələn, çatanda de. Nə zaman de? Çatanda. Amma burada adətən görürsünüz, çıxışlı hallı qoşmalarla işlənir. Məsələn, əmisi gələndən bəri, gələn vaxtdan bəri, yandakı ismi də bərpa eləmək olur. Bu qoşma ilə bir yerdə nə zaman sualına cavab verir? Aha, deməli feili sifətim var. Dayanmayan sevdə, an, ən, feili sifət, bu da feili sifətdir. Hazırlamaq məsdərdir, amma feil bağlama tapmadıq. Qaydanda, aha, feili bağlamadır. Açılacaq yeni şirkət. Bu arada yazdıq, görünmür. Hə. Deməli, açılacaq yeni şirkət. Hansı şirkət? Açılacaq şirkət feili sifətdir. Daha sonra qaydanda feili bağlamadır. Bir də müraciət etmək məsdərdir. Bəli, hər üçünü tapdıq. Elə cavabımız B variantıdır. Keçmişini unudanlar gələcəyini görmək üçün əbəs yerə səy edirlər. Feil bağlama yoxdur. Gülzar yoxladığı dəftərləri şkafa yerləşdirib onu gözləyən rəfiqəsinə tərəf döndü. Burada da məsdərimiz yoxdur. Feil sifət, feil bağlamamız var. Corab toxuyan nənə yorulub yumağı kənara qoydu. Burada yumaq sözündən çaşdırmaq istəyib, amma yumaq sözün köküdür. Yəni nəyi qoydu yumağa? Demir nə isə yumaq. Burada diqqətli oluruq. Ona görə də məsdər yoxdur. Daha sonra 5-ci sualımız. 5-ci sualımızı deyəsən keçən il çox şagirdlərimiz səhv yadımda qalmayıbsa, öz şagirdlərimdən də çaşanlar olmuşdu. Deməli, baxaq. Klasteri tamamlayıb fikirləri müəyyən edin. Maraqlısı bu idi ki, o həmin sözləri nə zaman və niyə demişdi. Deməli, bura dairə verib, burada kvadrat və üçbucaq verib. Yəni, dairəyə nə yazsaq, bu cümləyə uyğun olar və ona aid də 2 xüsusiyyət seçməliyik. Dairəmiz 2 dənədir. Görək dairəyə nə yazmalıyıq? Maraqlısı bu idi ki, o həmin sözləri nə zaman və niyə demişdi. Aha. Deyir və bağlayıcı cümlənin həmcins üzvlərini bir-birinə bağlayan vasitə kimi iştirak eləyib, yoxsa və bağlayıcı cümlələri bir-birinə bağlayan vasitə kimi iştirak eləyib. Gənclər, burada cümlələri mi bağlayıb və? Bu tabeli mürəkkəb cümlədir. Burada 2 cümlələri bağlayıb. Bunun işimiz yoxdur. Amma və axı cümlələri bağlamayıb, ona görə də bu səhvdir.
Yəni cümlələri bağlama fikri səhvdir. Məsələn, için harda görsək bizdən tamamlayan soruşur. İçin harda görsək bir dənə çıxar. Aha. Bir düzdür, biri götürək. Aha. Deməli, bilirsən ki, çox yorulmuşam dedi və sustu. İndi kvadrata elə şey yazmalıyıq ki, bura yazdığımıza uyğun olsun. Biz nə yazdıq? Dedik və bağlayıcısı həmcins üzvləri bağlasın. Görə indi və bağlayıcısı burada nəyi bağlayıb? Dedi və sustu. Baxın, həmcins xəbərləri bağlayıb, düzdürmü? Deməli, götürə bilərəm. Doğrudur. Ədalət və Fəridə imtahanda yüksək nəticə əldə edəcəyinizə əminəm. Burada çaşdırıcıdır. Az qala deyəcəyik ki, burada həmcins mübtədaları bağlayıb, amma yox. Burada xitabdır. Çünki bu ikisinə müraciət eləyir. Ona görə də burada cümlə üzvlərini bağlamayıb. Burada sadəcə həmcins xitablar bağlayıb. Ona görə də bizə lazım deyil. Bizə nə soruşmuşdu? Həmcins üzvləri, cümlənin həmcins üzvlərini bir-birinə bağlasın. Aha. Kamilin gözləri qaraldı və o yerə yıxıldı. Bu cümlələri bağlayıb. Niyə? Nə etdi qaraldı, nə? Kamilin gözləri. Nə etdi yıxıldı, kim? O. Burada cümlələri bağlayıb. Görürsünüzmü? Ayrı-ayrı cümlələrdə 5-i çıxırıq. Aşağıdakı cümləni görməyəcəyik. Eyvana barmaqlarının ucunda qalxardı ki, atasını və nənəsini oyatmasın. Aha. Və burada nəyi bağlayıb? Atasını və nənəsini oyatmasın. Həmcins tamamlıqları. Deyə bilərsiniz ki, müəllimə, bəs bu tabeli mürəkkəb cümlədir. Bizə onu soruşmur. Demir mürəkkəb cümlə olsun ya da olmasın. Bizə deyir ki, əsas və-yə baxmalıyıq. Bizə deyir və burada cümlələri bağlasın. Biz və-ni tapırıq və görürük ki, burada cümlələri yox, həmcins tamamlıqları bağlayıb. Ona görə də götürürük. Sadəcə bayaq nəyi götürmüşdük? Silindi. 1-i götürmüşdük. 3-ü götürmüşdük, bir də 6-nı. Cavab olur 1, 3, 6, yəni B variantı. Aha, daha sonra 6-cı sualımız. Bu arada uşaqlar, daha bir şey deyim, nəzərinizdə olsun. İmtahana qədər neyin? Bonus taktikalar, sona müəllimənizdən başqa bir taktikalar. Fikir verirsinizsə, bax, əvvəlki illərin qəbullarında işləyin, may imtahanına da təzədən bir nəzər salın. Cədvəl və sxem tipli suallar blok imtahanlarında daha çox olur. Azərbaycanında. Ona görə də sizə məsləhətim topludan oturursunuz, sırf harda hansı mövzuda çətinliyiniz varsa, sırf onlara aid bir 10-15 dənə, 20 dənə nə qədər bacarsınız, hər gün belə qarışıq cədvəl tipli topludan seçdiyiniz açıq suallar işləyirsiniz. Cədvəl, Eylerveyn, qarışıq, bax, ortaq xüsusiyyətlərinin soruşulduğu, yanlış fikirlərin soruşulduğu. Bax, bu tipli suallar işləsəniz, əmin olun ki, mənə sağ ol deyəcəksiniz, imtahanda böyük bir qatqısı olacaq sizə. Yəni, bu tip suallarda daha çox təcrübə qazanır. Çünki bu suallar yenə çox düşəcək o bir imtahanda da, yəni iyul imtahanında. Deyir, verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri dair elədik. Düzü hamımız bilirik ki, vicdanlı insan cəmiyyətin xeyrini öz mənfəətindən həmişə üstün tutmalıdır. Yaxşı, doğruya baxaq. Deyir, əvəzliyin 2 müxtəlif məna növünə aid nümunə var. Əvəzlikləri baxaq. Qeyri-müəyyən, başqa öz təyini. Başqa da yoxdur. Düz deyir. Təyin və qeyri-müəyyən var. Keyfiyyət bildirən sözlər sifətdən yaranıb. Keyfiyyət vicdanlı. Vicdan sifətdirmi ki? Xeyr, isimdən yaranıb. Ona görə səhvdir. 2 olanları çıxırıq. 1 olanı götürürük. Feillər müxtəlif şəkillərdə, isimlər müxtəlif hallardadır. Tutmalıdır vacib şəkil nədir? Bilirik. Zaman şəkilçisi var deyə xəbər şəklindədir. Bəli, müxtəlif şəkillərdədir. Bəs isimlərə baxaq. Mənfəətindən çıxışlıq, xeyrini təsirlik. Bəli, bu da doğrudur. Deməli, 1-3-ü götürürük. Yanlışın altında həmişə fikir verin, yanlışı seçməliyik. Yanlışın altında yanlış olmalıdır. Deməli, zaman zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Zaman zərfimiz həmişə tutmalıdır. Nə zaman tutmalıdır? Buna aiddir. Və şəxsə kəmiyyətə görə dəyişəndir. Bəli, çünki feilin vacib şəklidir. Bu doğrudur, amma gətirib yanlışın altında yazıb. Ona görə səhvdir. Leksik mənası olmayan sözlər eyni köməkçilik hissəsidir. Leksik mənası olmayan sözlərimizi tapaq. Düzü modal söz, ki bağlayıcı, başqa da yoxdur. Eyni köməkçilik hissəsi deyil axı. Biri modal sözdür, biri bağlayıcı. Səhvdir, amma səhvin altında verib. Düzdür. Götürəcəm. Deməli, cavab oldu 1, 3, bir də 5. 1, 3, 5-imiz hanım? A variantında. Və salam. Daha sonra 7. Görürsünüz, bax, isimdə qapalı saytın düşmə məsələsini çox uşaqlar deyir. Onsuz da imtahana düşmə ehtimalı yoxdur. Mən işləməyim. Niyə yoxdur ki, düşüb keçən il məsələn? Zehin sözünə əsasən cədvəldəki düzgünü soruşur. Təsirli halda olan isimdirsə, məsələn, zehni gücləndir. Aha.
İkinci hecasındakı Sait düşmür. Düşdü axı. Zehin sözü hardaydı? Alınma sözlərin içində, ərəb mənşəli sözlərin içində və ərəb mənşəli sözlərin içində olan ibdən yazıda salın o dəstədən isim, cisim, zehin, izin, sətir, səbir və s. Onlarda saitlə başlayan həm hal, həm də mənsubiyyət şəkilsi artıranda qapalı saiti düşür. Ona görə buna hal da artırsaq düşəcək, mənsubiyyət də artırsaq düşəcək. Bu yazıb düşmür, xeyr ola düşmür. Bir səhvdir. Bir olanları çıxırıq. 2 hecalıdır. Bəli, 2 hecalı olacaq. Cümlədə xəbərin ifadə vasitəsi ola bilməz. Bəli. Niyə? Çünki təsirli hallı söz heç vaxt xəbər ola bilməz. Ona görə də bu düzdür. Götürdük. Adlı halda olan isimdirsə, elə zehin kimi olacaq. Ya da mənsubiyyət də qəbul edə bilər. Zehni yaxşıdır. Yaxşıdır. 2 cür ola bilər. Aha. Mübtədanın ifadə vasitəsi kimi çıxış edə bilər. Bəli, zehin məsələn bizə lazımlıdır. Nə zehin? Bu doğrudur. Götürək. Yiyəlik halda olan isimdən ayrı işlənə bilməz. Niyə? Onun zehni də deyə bilərəm, sadəcə zehni də deyə bilərəm. Yəni yiyəlik halda qopa da bilər. Ona görə səhvdir. Elə cavabımız olacaq 2-3, yəni Y variantı. Görürsünüz nə maraqlı sualdır. Və çalışın uşaqlar, yenə deyirəm, bu tip sualları çox işləyin. Yəni hər mövzudan qarışıq cədvəlləri, Eylervin tipli və zəhmət olmasa topludan işləyin, xahiş edirəm. Bu bir ay ərzində lazım deyil sizə çətin MHM-dən falan işləmək. Əsas dim onsuz da özünə uyğun salır da. Bu 20 gündə dimin dilini tutmağa çalışın. Ən çox onun açıq suallarını işləyin ki, sırf o tipdə də suallar salır onsuz da. Hə, deməli burada da dedik. Fikir verirsinizsə, bir sualın içində bir mövzunu əhatə eləmir, bir neçə mövzunu əhatə eləyir. Ona görə də diqqətli olmaq lazımdır. Bütün cümlə üzvlərinin iştirakı ilə yaranan cümlə. Yolu kəsən daş kəsəkləri yük maşından yığıb kəndin kənarındakı dərəyə apardılar. Nə edirlər? Aparırlar. Kim? Onlar. Mübtədə yoxdur. Tural ovçunun tələsindəki yaralı ceyranı buraxdı. Nə etdi? Buraxdı. Kim? Tural. Birinci mütləq xəbəri, sonra mübtədanı tapırıq. Nəyi buraxdı? Ceyranı. Hansı ceyranı? Yaralı. Hansı ceyranı? Ovçunun tələsindəki. Burada zərfliyimiz yoxdur. Rənanın cavabı şöbə müdirini qətiyyən narahat etmirdi. Narahat etmirdi xəbər. Nə? Rənanın cavabı. Kimi narahat eləmirdi? Şöbə müdirini. Qətiyyən, əsla. Bu da ki, köməkçi hissəsidir. Ona görə də deməli, burada da nə olmadı? Burada zərflik olmadı. Təyin də yoxdur. İclasda səsləndirilən təkliflər sex rəisini xeyli təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Təkliflər. Hansı təkliflər? İclasda səsləndirilən. Kimi təəccübləndirdi sex rəisini? Nə qədər, nə dərəcədə? Xeyli. Aha, tamamlığımız, zərfliyimiz, mübtədamız, təyinimiz hamısı var. Cavab budur. Qəzənfər dayı işi başa çatdırmaq üçün səy ilə çalışırdı. Nə edirdi? Çalışırdı. Çalışan kimdir? Qəzənfər dayı. Nə məqsədə? İşi başa çatdırmaq üçün zərflik, necə nə tərzdə səy ilə. Burada da təyin tamamlıq yoxdur. Daha sonra daha bir cədvəl tipli sual görürsünüz. Cədvəl tipli suallar çoxdur. Deyir düzgün fikirlər. Kinostudiyada senarist aktyorlar yorğun-yorğun rejissora baxırdılar. O əlinin nəcib hərəkətini bəyənirdi, amma bu kiçik uşağın vəziyyətini də düşünürdü. Deyir, mürəkkəb sözlər fərqlilik hissəsidir. Baxaq, yorğun-yorğun baxırdılar. Bəzən uşaqlar deyir ki, müəllimə, yanında isim gəlib, niyə bunu sifət götürmürük? Gənclər, zərf axı həmişə feilin yanında gəlmir. Başqa yerdə də gələ bilər də. Əsas məsələ cümlənin məzmununa baxırıq ki, hərəkətin mi tərzini bildirir? Yorğun-yorğun rejissor demir. Deyir, yorğun-yorğun rejissora baxırdılar. Yəni, necə nə tərzdə baxıblar? Yorğun-yorğun. Bir sözlə bu, hərəkətə aiddir və zərfdir, mürəkkəb zərfdir. Kino studio, bu da mürəkkəb isimdir. Bəli, doğrudur, mürəkkəb sözlər fərqlilik hissələrdir. Bir doğrudur. Düzgün soruşur, bir olmayanlar çıxaq. Cümlə quruluşda sadədir. Bəli, sadədir, amma bəlkə bu söz sadədir. O əlinin nəcib, həmişə elə baxın, bax, bəlkə bu ortaq getməli idi. O əlinin nəcib hərəkətini bəyənirdi, o bəyənirdi. Amma bu kiçik uşağın vəziyyətində düşünürdü, o düşünürdü. Görürsünüzmü? Sadə cümlədir. İki xəbər də buna aiddir. Ona görə bu ortada olmalı idi. İkinin yeri səhvdir. İkini çıxdıq, elə cavabımız bəllidir. Amonimliyə malik köməkçi nitq hissəsi işlənib, vəziyyətini də bağlayıcıdır, ədat da ola bilər. Bu doğrudur. Bir dəqiqə, bəlkə burada da var. Baxaq. Kinostudiyada senarist ilə aktyorlar. Senarist və aktyorlar. Axı, burada da bağlayıcımız
Qoşma ilə amonimdir. Bu da ortada olmalı idi. Bax, 3 də səhvdir. Sifəti əvəz edən əvəzlik məsbuətə görə dəyişə bilir. Bu kiçik uşaq, hansı kiçik uşaq? Sifəti əvəz edən əvəzlik budur. Amma bu, gəlin görək məsbuətə görə dəyişirmi? Mənim buyum, sənin buyun demək olmaz. Ona görə də səhvdir. Cümlədə söz birləşməsi ilə ifadə olmuş baş üzv yoxdur. Baxaq. Baş üzv baxırdılar, kim? Onlar. Burada yoxdur. Nə ilə ifadə olmuş? Söz birləşməsi ilə ifadə olmuş. Baxırdı, kim? O. Bəyinirdi, kim? O. Bəli, söz birləşməsi ilə ifadə olmuş baş üzv yoxdur. İkisində də xəbərlər, mübtədalar sadəcə nitq hissəsidir. Bu da doğrudur. Götürək. Cümlədə quruluşda mürəkkəb sifət yoxdur. Bəli, dedik, zərflə isim var. Burada da yoxdur. Bu da doğrudur. Bəli, elə 1, 5, 6-mız doğruymuş. Daha sonra deməli 10-cu sual. Eylervin diaqramına əsasən doğru fikirlər soruşur. Deməli, təyin ifadə vasitəsi cümlə üzvlərini soruşursa təhlil edək. Şeydanın elmi mülahizələri çox inandırıcı görünürdü. Nə edirdi? Görünürdü. Nə? Şeydanın elmi mülahizələri. Necə, nə tərzdə görünürdü? İnandırıcı. Bu da köməkçilik hissəsidir. Aha, mehmanxanada ilk nəzərə çarpan birinci mərtəbədəki böyük dairəvi dəhlizin tavanından asılmış rəngli şüşələrdir. Nədir şüşələrdir? Nə? Mehmanxanada ilk nəzərə çarpan. Necə şüşələrdir? Rəngli. Necə şüşələrdir? Dəhlizin tavanından asılmış. Hansı dəhlizin dairəvi, hansı dəhlizin böyük, hansı dəhlizin birinci mərtəbədəki? Hamısı qeyri-həmciz təyindir. Baxaq. Deyir, təyin ifadə vasitəsi düzəltmə sifətdir. Biri yazıb bura. Burada təyin yoxdur axı. Elmi ilə çaşdırmaq istəyib, amma üçüncü növsün birləşmənin içindədirsə, o artıq təyin deyil. Ona görə bir səhvdir, bir olan variantları çıxa bilərik. Ya da aşağıda bilmirəm nə var, baxarıq. İkinci dərəcə üzvlərdən yalnız zərflik işlənmişdir. İçini hara yazıb? Bura yazıb. Bəli, düzdür. İkinci dərəcə üzvlərdən yalnız zərflik işlənib. Doğrudur. Mübtəda feili bir... Amma bəlkə burada aiddir. Hə, burada zərflik yoxdur. Mübtəda feili birləşmə xəbər isimlə ifadə olunub. Baxaq. Mübtədamız bunu hara yazıb? 3-ü bura yazıb. Mübtədamız feili birləşmədir, feil sifət tərkibidir. Xəbərimiz də isimdir. Doğrudur. Bəlkə ortaqdır, amma yox, ortaq deyil. Deməli, 3 də doğrudur. 2-ni götürək, 3-ü götürək. Zərfliyin ifadə vasitəsi düzəltmə sifətdir. Bura yazıb. Burada zərflik varmı ki? Burada zərflik yoxdur axı. 4 səhvdir. Tərkibində söz birləşməsi ilə ifadə olmuş mübtəda var. Ortaq yazıb. Bəli, burada isim birləşmə ilə ifadə olunub. Burada feil birləşmə ilə doğrudur. Elə 2-3-5-dir cavabımız A variantı. Tamamlığın ifadə vasitəsi sadə isimdə ortaq yazılıb, amma burada tamamlıq, heç birində tamamlıq yoxdur. Ona görə də səhvdir. Cavabımız da rahat tapıldı. Daha sonra 11-ci sual. Bu da cədvəldir. Deməli, deyir ki, cədvələ və verilmiş nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Atası onu danladığı üçün Vüsal çox narahat idi. Narahat idi kim Vüsal? Nə səbəbə? Atası onu danladığı üçün. Vüsal atasından üzr istəmək üçün onun otağına yaxınlaşdı. Nə etdi? Yaxınlaşdı. Kim Vüsal? Nə məqsədə? Həmişə uşaqlar səbəb və məqsəd səhvliyi seçəndə ikisində də nə səbəbə sualı var, düzdürmü? Həmişə çalışın birinci nə məqsədə sualını yoxlayın. Nə səbəbə işimizə yaramayacaq, ikisində də var. Seçə bilməyəcəyik. Nə məqsədə sualına cavab verirsə, məqsəd səhvliyidir, vermirsə səbəb səhvliyidir. Bax, nə məqsədə otağına yaxınlaşdı? Atasından üzr istəmək üçün məqsəd səhvliyidir. Haraya? Otağına. Birinci cümləyə aid doğru fikir seçməliyik. Səbəb zərfliyi, indi nə dedik buna? Atası onu danladığı üçün. Nə səbəbə? Hə. Səbəb zərfliyi feil sifət tərkibi ifadə olunub. Düz deyir. Doğrudur. Qrammatik əsası təşkil edən üzvlər arasında, yəni mübtəda xəbər deyir. Mübtəda xəbər arasında deyir, uzlaşma əlaqəsi gözlənilməyib. Niyə? Vüsal narahat idi. Niyə gözlənilməsin? Şəxsi kəmiyyətə görə uyğunluq gözlənilib. Bu səhvdir. Baş üzvlərdən biri nitq hissəsi, digəri söz birləşməsidir. Axı, ikisi də nitq hissəsidir. Bu da səhvdir.
Daha sonra ikinci cümləyə aid diqqət yetirin. Bax imtahanda yanlış fikir soruşur artıq. Diqqət. Burada doğrudur, burada yanlış. Məzdər tərkibi səbəb zərfliyin ifadə vasitəsi. Səbəb zərfliyi yox. İncə nə dedik? Məqsəd zərfliyi. Səhvdir. Amma səhvin altında verib deyə düzdür. Yəni hələ ki 1-4. Yer zərfliyin ifadə vasitəsi ismi birləşmədir. Bəli, yer zərfliyin ifadə vasitəsi ismi birləşmədir. Bu doğrudur, amma səhvin altında verib. Cümlə üzvlərindən yalnız biri nitq hissəsindən ifadə olunub. Niyə? Mübtəda da xəbərdə. İkisi də nitq hissəsindən ifadə olunub. Səhvdir, amma səhvin altına verib düzdür. Və cavab olur 1, 4 və 6. Aha, daha sonra daha bir mürəkkəb cümləyə aid sualımız. Deyir cədvəli tamamlayın. Tabesiz mürəkkəb cümlə olsun. Mübtədaların ifadə vasitələrinin qrammatik mənası fərqli olsun. Qrammatik məna nədir gənclər? Nitq hissəsi. Yəni mübtədanın ifadə vasitələri olan nitq hissələri eyni olmasın. Yaxşı, baxaq. Kəndimizi xatırladım, hamı kövrəldim. Tabesiz mürəkkəb cümlədir, çünki ayrı-ayrı mübtəda xəbəri var. Mübtədaların ifadə vasitələri bəs nədir? Burada şəxsə vəzlidir. Burada da vəzlikdir axı. Burada mübtəda yoxdur ümumiyyətlə. Hara mən yazmışam, hara götürürəm. Ona görə bu da olmayacaq. Komponentləri biri müəyyən, digəri şəxssiz cümlədir. Şəxssiz də deyil. İkisində mübtədası var. Bu yanlışdır. Dünən Vahid iclasa gəlmədi, ancaq iştirakçılar onu çağırmaq üçün adam göndərdilər. Deməli, tabesi mürəkkəb cümlədir. Gəlməyən Vahiddir, göndərən iştirakçılar onu çağırmaq üçün. Göndərən iştirakçılardır, bəli. Baxaq. Mübtədalar ifadə vasitələri fərqli bir hissəsidirmi? Vahid isimdir, iştirakçılar isimdir. Bu da olmadı. Dəymişi qalıb, çalları tökülüb. Cümlənin tərkib hissələri bərabər hüquqluluq yolu ilə yaranıb. Bəli, nə edib qalıb, nə dəymişi, nə edib tökülüb, nə çalları. Tabesiz mürəkkəb cümlədir, doğrudur. Mübtədaların ifadə vasitələri, qrammatik mənası fərqlidir. Dəymiş feili sifətdir, çal sifətdir. Doğrudur. Nitq hissələri də ayrıdır. Tabesiz mürəkkəb cümlədir və bərabər hüquqluluq. Elə cavabımız budur. Çotan nə bilir, qayış nə çəkir? Bu tabesiz yox, kini bərpa eləmək olur. Tabeli mürəkkəb cümlədir. Sırf bu cümlə topulda var bu arada. Ancaq topuldan salmağı uşaqlar sizin üçün böyük bir avantajdır ki, yəni topuluna əgər diqqətlə bu tip sualları işləsəz, qəbulda maksimum yaza bilərsiniz. Ona görə də topulunu diqqətlə işləmək lazımdır. Burada kini bərpa eləmək olur, tabeli mürəkkəb cümlədir. Ya sən bura gəlməlisən, ya da valideynin yazıb ki, biri müəyyən şəxs, digəri adlıq cümlədir. Adlıq cümlə deyil, sadəcə xəbər ixtisarı olunub. Ellipsis var. Vəssalam. Daha sonra 13. Stasionar. Həmişə dediyim söz. Hamınız bilirsiniz artıq YouTube videolarınızdan da. Sözün fonetik xüsusiyyətlərinə aid nümunə gördüksə tələffüzünü yazırıq. Bax, heç sualı oxumamış. I-o birləşməsidir. Arasına y gələcək və o aya keçəcək. Stasionar. Aha. Və doğru fikir soruşur. Onu da dairə elədim, getdi. 3 cingiltili. Biz nə zaman Said Samitdə demişdik, neyinirik? Ümumiyyətlə, nə zaman tələffüzə baxırıq, nə zaman yazılışa baxırıq. Said Samiti təhlil edəndə tələffüzə baxırıq, yerdə qalanlarda yazılışa baxırıq, bunu unutmuruq. İndi Samit deyir, tələffüzə baxıram. 3 cingiltili. Sayaq, 1, 2, 3. 3 dənə də kar, 1, 2, 3. Bəli, doğrudur. Bütün saytlər açıqdır. Niyə? Qapalımız var. Saytlərin hamısı dodaqlanmayandır. Tələffüzə baxırıq, bəli. Bura baxsaq batdıq, çünki burada dodaqlanan var. Bura baxmaq lazımdır Said Samitdə. Ona görə bu düzdür. Bunu da götürürük. 4 hecalıdır. Hecada bura baxırıq. 1, 2, 3, 4. Aha. Saitlərin bir uzun tələffüz olunur. Stasionar. Yox. Uzun tələffüz olunmur. Səhvdir. Biz nəyi götürmüşük? 1, 3. Aha, 1, 3, 4 və 1, 3, 5 buradadır. Hərflərlə səslənən sayı fərqlidir. Bəli, doğrudur. Cavabımız elə D variantıdır. Çünki y gəlib. Fərqlidir. Daha sonra 14. Hansı bənddəki amonimlərin hər biri termin kimi də işlənə bilər? Deməli, amonim olsun və termin olsun. Məsələn, qrovdur, ləpədir, göydür, bağdır. Bunlar termin deyil ki, termin olan yoxdur. Oynaq sözü termin deyil, məsələn. Xor, nişan, boya, dar. Boyadır, dar, məsələn, termin kimi nəyi var ki, yox. Sirkə sözünün özü yox. Təsnif, efir, şagirt elə düz yazıb.
Təsnif efir, qaz, hava. Təsnif termi kimi muğamda, yəni muğamdan əvvəl və sonra oxunan hissə olmalıdır. Yəni musiqiyə aid termindir. Əsas məsələ odur. Yəni həm amonimdir, həm musiqiyə aid termindir. Amonimli digər amonimliyində deyirləri, məsələn, təsnif olunma, yəni qruplaşdırma mənası var, növ mənası var. Sonra efir. Efir fizikaya aid termin olmalıdır. Bir də ki, efir yağı falan da deyirik, işlədirik. Ümumiləşdirmiş söz kimi də ola bilər. Qaz yenə fizikaya aid, hava yenə fizikaya aid termin ola bilər. Bir də elə bildiyiniz mənaları, məsələn, qaz yeri qazmaq və yaxud da ördək qaz mənasında. Sonra bir də nə idi? Hava. Hava bir var oyun havası, mahnı mənasında, bir də var ki, atmosfer mənasında, elə termin kimi də işlənə bilir. Deməli, cavabımız Y variantıdır. Daha sonra fonetikaya aid ard-arda 3 sual, yox 3 sual yox, 2 sual salıblar. Arada da bir dənə leksika var. Deməli, burada nə deyir baxaq? Deyiliş və yazılış arasındakı fərqli məqamların sayına görə uyğunluq. Köstəbək yazırıq. Köstəbək. 2 fərq. Təbiət şünaslıq arasına Y gələcək. Sığmadı deyəsən. Bir də dıq olacaq. Təbiət şünaslıq 3 fərq. Arxayınlıqla. Burada da 4 fərqimiz oldu. Nəvazişkar. Yadda saxlayın. Kar və keş eşitlər həmişə eyni oxunur. 100% suallarda da görmüsünüz. Böyük ehtimal düşə bilər. Kar və keş eşitlər heç vaxt dəyişmir. Eyni oxunur. Ona görə bu heç birinə getmir. Burada deyiliş və yazılış arasında fərq yoxdur. A harda gördümsə onu çıxıram. Legioner. Arasına Y gəlir, düz bunun kimi. Yox, stasionardaydı, hə. Arasına Y gəlir, sıxmayacaq. Bir də A var. Ona görə 2 fərq. 2 fərqimiz haradaydı? Birincidə idi. 1-ə gedir B. Gəlin buraya yazaq. 1-ə B. 2, 3. Şirinlikləmək. Xışdırıq. N-mıya keçir. Axırda da xışdırıq olur. 3 fərqimiz. 3 fərq haradaydı? 2-də. 2-yə gedir deməli C. Qanat. Dammaq. 4 fərqimiz var. D-tıya keçir, L-dıya, N-mıya, bir də axırda X. 4 fərqimiz də buradaydı, 3-ə gedir. 3-ə gedir D. Kəşfiyyat V gəlir, daha doğrusu F-ya keçir. Bir də Y-nın biri düşür, çünki kəşf sözünün köküdür, yadda şəşitçi. 2 fərqimiz var və bu da gedir 1-ə. 1-ə B-Y, 2-yə S, 1-ə B-Y, 2-yə S, 3-ə D və cavabımız budur. Aha. 16. Həm tabelilik, həm tabesizlik əlaqəsi işlənmiş cümlələr. Tabesizlik əlaqəsi harada olurdu uşaqlar? Tabesizlik əlaqəsi tabesiz mürəkkəb cümlələrin tərkibində olur. Bir də həmcins üzvlər arasında. Tabelilikdəki yanaşma, uzlaşma, idarədən söhbət gedir. Aha, bir günəşə, bir də ölümə dik baxılmaz. Onsuz da tabelilik əlaqəsi var da, yəni yönlük, hal şəkilçisi falan görür, idarə var. Tabesizliyə fokuslanaq. Nəyə? Günəşə, nəyə? Ölümə. Həmcins tamamlıqlarımız var. Bəli, biri götürürük. Dünyanın, yəni həmcins tamamlıqlar arasında tabesizlik əlaqəsi var. Dünyanın malı, hal şəkilçisi var, mənsubiyyət var. Əlbəttə ki, tabelilik əlaqəsi var. Bəs görək tabesizlik varmı? Səcdə etmə, əlindən çıxanda kədərlənərsən. Aha, bu tabesiz mürəkkəb cümlədə dünyanın malına səcdə etmə, əlindən çıxanda kədərlənərsən. Yəni bu ikisindən bu ikisinin arasında, bu iki cümlənin arasında tabesizlik əlaqəsi var. Doğrudur. Qaysaq bağlayan elə yaralar var ki, çini bərpa eləmək olur. Bu tabeli mürəkkəb cümlədə tabelilik əlaqəsi var. Başqasının səhvinə dözsək də, sahisə plus də. Buradan bizə salam deyir, salamını alırıq. Sahisə plus dədəni gördüksə, bu tabeli mürəkkəb cümlədir. Özdə budaq cümlə birincidir. Ona görə bunda çıxırıq. Dünya 2-yə bölündü, çatlar şairin ürəyindən keçdi. Bəli. Bura qədər bir cümlədir, buradan sonra da bir cümlədir və tabesiz mürəkkəb cümlədir. Bir o birisindən asılı deyil, götürə bilərik. Hər kəsi qınamaq və ya hamının işini tərifləmək ağılsızların işidir. Nə ağılsızların işidir? Hər kəsi qınamaq. Nə ağılsızların işidir? Hamının işini tərifləmək. Bəli, həmcins mübtədalarımız var, tabesizlik əlaqəsi var. Tabelilik əlaqəsi də onsuz da var da, hal şəkilçisi falan var. Deməli 1, 2, 5, 6 elə A variantıdır, bəli. Daha sonra növbəti səhifəyə keçək.
Deməli, aid olduqları cümlə üzvlərinə görə əlavələrin düzgün ardıcıllığı mütləq şəkildə uşaqlar əlavələr olsa belə, yəni sintaksə aid sual gördüksə mütləq təhlil etmək lazımdır. Ağakərim dayının həyəti kəndin ən baxımlı bağı, meyvə ağacları ilə tanınırdı. Nə edirdi? Tanınırdı. Hara? Ağakərim dayının həyəti, yəni kəndin ən baxımlı dağı. Bu mübtədanın əlavəsidir. Mübtədamız hanı? Birinci kişini qoyarıq. Püstə nənənin toyuqları həyətdə, yəni nəm torpağın üstündə dən axtarırdılar. Nə edirlər? Axtarırdılar. Nə? Püstə nənənin toyuqları. Harada? Həyətdə, yəni nəm torpağın üstündə. Zərfliyin əlavəsi, yer zərfliyin əlavəsi. 1. Alpinistlər dağın zirvəsinə doğru qalxdıqca, yəni yerdən uzaqlaşdıqca soyuğun kəskinləşdiyini hiss etdilər. Nə zaman? Dağın zirvəsinə qalxdıqca, yəni yerdən uzaqlaşdıqca zaman zərfliyin əlavəsidir. 5-i qoyarıq. Axşamüstü Atlas qarı həyətdəki bağın girəcəyindəki tut ağacının kölgəsində palaz sərdi, süfrə saldı. Nə etdi? Sərdi. Kim? Atlas qarı. Nəyi sərdi? Palazı. Harada? Tut ağacının kölgəsində. Hansı tut ağacının? Həyətdəki, yəni bağın girəcəyindəki təyinin əlavəsidir. 3-ü qoyarıq. Əkrəm kişi arvadının yadigarını, yəni nişan üzüyünü ehtiyatla müzrəyə qoydu. Burada da tamamlığın əlavəsidir və ona görə 4 olacaq. 2, 1, 5, 3, 4 düz yazıb şagirdimiz, bəli. Sonra, hansı sırada nöqtələrin yeni uyğun saitlər yazılmalıdır? Kollegial, deməli, bəli, bu elə düz yazıb. Pedagogika düz yazıb. Müşkül, aha, düzdür bu. Sonra, Kopella yox, kapella olmalıdır. Dialekt müdaxilə 2 səhvdir. Kolorit düzdür. Oftalmologiya düzdür. A olacaq. Mühakimə olacaq. Doğrudur. Katalizatorda da A olmalı idi. Bu da səhvdir. Elə ona görə də cavabımız 1-3 olacaq. 1-3-ümüz hardadır? C variantıdır. Deməli, yerini nöqtələrin yerinə düz qoysaq, kollegial olur, pedagogika olur, müşkül olur. Kapella ayla yazılmalı idi. Dialekt amma bunlar düzdür. Dialekt düzdür, müdaxilə düzdür. Bir dənə birincidə problem var. Katalizatorda da həmçinin. Korifeydə də amma səhvlik var. O ilə olmalı idi. İnsulində də U ilə olmalı idi. 4-də hamısı səhvdir. Daha sonra növbəti sualımız 19. Vasitəsiz nitq. Bu arada müəllimimiz əslində dərsə keçəcəkmi? Çataram, ümid edirəm. Deməli, vasitəsiz nitq və müəllifin sözlərinin işlənmə ardıcılığını nəzərə alaraq uyğunluq müəyyən edin. Deməli, vasitəsiz nitq və müəllifin sözləri. Vasitəsiz nitq və müəllifin sözlərindən ibarət cümlə. Yəni, V, M sxemi, daha doğrusu. Yox, nöqtəni silməli idik. Aha, deməli, V, M sxemi deyir. Ay Allah, tələsdiyimdən yenə səhv qoydum. Deməli, gəlin elə üstündə yazaq. V, M sxemi olsun. Müəllif sözləri və vasitəsiz nitq. M və V olsun. Müəllif sözləri, vasitəsiz nitq və müəllif sözləri. Deməli, M, V və M olsun. Deməli, Firidun mən bu çətin iş nöqtəsindən gələcəyəm dedi. Firidun qoşa nöqtə, bura qədər M-dır, dırnaq açılır. Mən bu çətin iş nöqtəsindən gələcəyəm, dırnaq bağlanır, vergül dedi. Bu da M. Ortada da V idi. M, V, M sxemi varmı? Var. 3-ə gedər A. Eybi yoxdur, mən əziyyətdən qorxmuram. Dırnaqdır bu. Vergül deyə İbrahim qardaşını arxayınlaşdırdı. Bu V, M sxeminə yolundur, yəni 1-ə. 1-ə gedər B. Arabaçı dedi, qoşa nöqtə, dırnaq açılır. Gəlin otu arabaya yükləyək, dırnaq bağlandı nöqtə. Yəni M və V. M, V haradaydı? 2-də. 2-yə gedəcək, həm də C. Ay balam, nə qədər işləmək olar deyə bacısı qərənfili danladı. Deməli, bura qədər dırnaqdır, yəni V, sonra vergül M gəlir. V, M sxemi haradaydı? Birincidə. 1-ə gedər D. Əziyyət çəkməyin dedi, özüm edərəm. Deməli, dırnaq açılır V-dir bu. Vergül M, vergül özüm edərəm, dırnaq bağlanır V. V, M, V sxemi. V, M, V sxemi heç birində yoxdur. Ona görə heç birinə getmir. 1-ə B, D, 2-yə C.
1-ə B-də olanları saxlayaq. 2-yə C olanı saxlayaq, 3-ə də A və cavabımız C variantıdır. Bu da məncə rahat sual idi. Sonra deməli, tərkibində düzəltmə və mürəkkəb tərzi hərəkət zərfləri işlənmiş cümləni müəyyən edin. Deməli, düzəltmə və mürəkkəb tərzi hərəkət zərflərini axtarırıq. Mən bu ağaclara baxa-baxa yenidən uşaqlıq illərimi xatırlayıram. Baxa-baxa ilə çaşdırmaq istəyirəm, amma gənclər baxa-baxa əlbəttə ki, nədir? Feil bağlamadır. Ona görə bunu çıxırıq. Daha sonra ay ağır-ağır irəliləyir. Necə nə tərzdə irəliləyir? Ağır-ağır mürəkkəb zərf. Bu bir. Təklikdə kainata tamaşa edirdi. Necə nə tərzdə? Təklikdə. Bəli, bu da düzəltməmizdir. Elə cavab bu oldu. Düzəltmə və mürəkkəb tərzi hərəkət səhvlərimizi tapdıq. Tez-tez verilən bu suala cavabımız çoxdan hazır idi. Burada tez-tez verilən, nə zaman verilən? Burada zaman zərfidir. Çoxdan da zaman zərfidir. Dostlar gələr-gəlməz Şahinlə birlikdə sahəyə yola düşdülər. Bu da feil bağlamadır. Bir də də birlikdə var. Birlikdə də tərzi hərəkət zərfidir. Necə nə tərzdə birlikdə? Daha sonra üfüqlər qızarıb güləndə səhər bülbül öpə-öpə oyatsın gülü. Burada da hamısı feil bağlamadır, feil bağlamadır, feil bağlamadır. Burada da ümumiyyətlə zərf yoxdur. Daha sonra deməli, ədatlarla amonimli olan bağlayıcıların işləndiyi cümlələr. Deməli, ədatlarla amonimli olan bağlayıcı olsun, amma bağlayıcı axtarırıq. Kərim etiraz etmək istədi, amma Hüseyn ağa əl çəkmədi. Amma ilə əvəz eləmək olur. Bağlayıcımı tapdım. Bəs ədatla amonimliyi varmı? Bəli, məsələn deyirəm ki, yalnız sən bu işi görə bilərsən, ancaq sən bu işi görə bilərsən, məhdudlaşdırıcı ədəd ola bilər. Bu bir. Daha sonra, mən ki damdan bacadan baxmaz idim. Burada bağlayıcı işlənibmi? Yox, işlənməyib. Ona görə bizə lazım deyil. Hələ ki bir. Daha sonra, sənə yaraşmaz ki, onun bunun sözünü danışasan. Bəli, xəbərdən sonra gəlibsə bağlayıcıdır, doğrudur. Bəs ədatla amonimliyi varmı? Var. 3-ü də götürərik. 1, 3. Bizdə şeir də var, sənət də var. Bağlayıcımız var. İştirak bağlayıcısı da ədat da ola bilər. Məsələn, get də, yaz da, oxu da mənasında. Ona görə 1, 3, 4 olacaq elə cavab. Əgər hazırlaşmasan, yaxşı qiymət ala bilməyəcəksən. Əgər bağlayıcısı var, amma ədat ola bilməz. Deyilənləri başa düşmək, yəni bu qədər çətindir. Burada özü ədat kimi işlənib. Bu da lazım deyil. Daha sonra 22. Deyir ki, uyğunsuzluğu müəyyən edin. Qoşma ilə amonim olan əsas hissəsi. Bax, Topulda düz bu suallardan var. Gətirib qəbula da salıblar keçən il. Deməli, birinci qoşma, sonra da qoşma ilə amonimli olan əsas hissəsi. Onun gözləri ulduz kimi parlaq idi. Qoşma. Şəhərə kimi maşınla getdik. Axı, bunlar da qoşmadır. İkisi qoşmadı axı. Uyğunsuzluğu soruşur, ilə variantıdır. Rəisdən başqa hamı yerində idi. Qoşma. Beynini başqa fikirlərdən uzaq tut. Hansı fikirlərdən suala cavab verir, sifətdir. Düzdür, yəni amonim olan başqa bir əsas hissəsidir. Rüstəmin dürüstlüyü ona qarşı hörməti artırmışdı. Qoşmadı ona qarşı. Şikayətçilərə qarşı da qoşma. Yox. Axıra qədər oxumadıq. Şikayətçilərə qarşı tərəfin fikri maraqlı deyil idi. Hansı tərəfin? Qarşı tərəfin. Burada suala cavab verir deyə bu da qoşma deyil. Bu əhvalat müharibədən qabaq baş vermişdi. Qoşmadı, çıxışlı xala qoşulub. Ona qabaq cərgədə oturmağı təklif etdim. Hansı cərgədə? Burada qoşma deyil artıq. Müstəqil suala cavab verir. Dərsdən əvvəl kitabxanaya getmək istəyirdik. Qoşmadı, çıxışlı xala qoşulub və müstəqil deyil. Şəhərdən əvvəl dinc əhali çıxarıldı. Nə zaman əvvəl? Əgər müstəqil suala cavab verirsə, müstəqil şəkildə işlənibsə, onda bu artıq ədat və yaxud da qoşma, bağlayıcı və s. olmur. Bu artıq əsas hissəsidir və burada zərfdir. Nə zaman əvvəl? Ona görə də cavab elə A variantı idi. Sonra düzgün fikirlər. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Bəli, şərt o deyil ki, isim olsun. Bu doğrudur. Mürəkkəb sifətin tərkibində sifət işlənməyə bilər. Ola bilər, bəli, işlənməyə bilər. Mürəkkəb sayın tərkibində sual əvəzliyi işlənə bilməz. Əslində işlənə bilər. Məsələn, 10 neçənci falan ola bilər, istisna hallar kimi. Ola bilər. Bu yox. Mürəkkəb əvəzliyin tərkibində isim işlənə bilər. Məsələn, hər şey ola bilər. Doğrudur. Mürəkkəb zərfin tərkibində sifət işlənmir. Niyə? Ola bilər.
Qəlbi qırıq məsələn. Qəlbi qırıq danışırdı. Necə danışırdı? Qırmaq qırıq. Niyə olmasın? Yox. Səhvdir. Elə cavabımız olacaq 1, 2, bir də 4. Düzgün fikirlər. Daha bir cədvəlimiz. Deyir ki, müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Doğrunu soruşur. Sirrini bilməsin evdə divarlar, divar dalında da çünki qulaq var. Heç kimsə ilə yola getmirsə bir kəs, ona bel bağlayıb bir iş görülməz. Aha, cümlənin tərkib hissələri bağlayıcı ilə əlaqələnib. Sirrini bilməsin evdə divarlar, divar dalında çünki var. Doğrudur, amma bəlkə buna da aiddir. Burada sayısı ilə olub, yox. Düzdür, bir doğrudur. Mübtədaların ifadə vasitəsi müxtəlifdir. Divar bilməsin, nə etsin, bilməsin, nə? Divar isimdir. Divar dalında da çünki qulaq var. Var xəbər, nə? Qulaq isimdir. Müxtəlif deyil axı. İşte isimdir. Səhvdir. Daha sonra şərt çəkiltisi cümlənin komponentlərini bağlayan vasitə kimi. Komponentlərin, yəni tərkib tərəflərində belə deyək. Burada şərt çəkiltisi deyil, getmirsə, zaman şəkiltisindən sonra qoşulduğu üçün bu hissədir. Görün necə çaşdırıb. Bax, buraxılışa da salmışdı, buna oxşar. Ona görə səhvdir bu. Hər iki tərkib hissənin xəbəri feilin eyni şəklindədir. Getmir. Getmirsə, siz çaşıb birdən şərt şəkil götürərsiniz. Şərt şəklində deyil. Getmir hissədir o. Getmir, zaman şəkiltimiz var. Ona görə də xəbər şəklindədir. Bax, bu feilimiz xəbər şəklindədir. Görülməz zaman şəkiltisi var. Bu da xəbər şəklindədir. Eyni şəkildədir, doğrudur. Bəlkə buna da aiddir. Əmirdir bu. Burada heç xəbər yoxdur. Hə, düzdür. Baş üzvlərdən biri frazoloji birləşmə ilə ifadə olunmuşdur. Deməli, heç kimsə ilə yola getmirsə, yola getmək. Aha, xəbərimiz frazolojidir. Ortaq yazıb. Divar dalında da çünki qulaq var. Sirrini bilməsin evdə divarlar, divar dalında da çünki qulaq var. Burada frazoloji yoxdur axı. 5 səhvdir. İkinci dərəcəli üzvlər iştirak etmişdir. Evdə məsələn, sirrini var. Kim ilə, heç kim ilə. Bəli, doğrudur. Cavabımız olacaq 1, 4 və 6. Daha sonra 25. Elirvin diaqramına əsasən düzgün fikirlər soruşur. Dairə eləyirik, düzgün. Sərinləşdirilir, sonra doğratdırılmışdır. Yarandığı nitq hissəsi feildir. Biri yazıb bura, görək. Yarandığı nitq hissəsi sərinləşdirilmək feil oldu. Amma bu da feildir, axı, doğratdırılmaq. Nəticə olaraq, nəticə etibarilə ikisi feil oldu. Bu səhvdir. Ona görə də götürmürük. Bizdən doğrunu soruşurdu. Biri çıxdı. Kökü sifət, başlanğıc forması isə feildir. Bunun kökü də feildir, yox. Kökü sifətdir, başlanğıc forması da feildir. Bəli, doğrudur. 2-ni götürərik. 2-ni götürdük. Kökü və yarandığı nitq hissəsi fərqlidir. 3-ü hara yazıb? Bura yazıb. Yox, kökü feildir. Yarandığı nitq hissəsi də feildir axı. Ona görə də səhvdir. 3-ü çıxırıq. Tərkibində leksik şəkillər ancaq feildən feil düzəldir. 4-ü yazıb sağa. T feil artırılır, feil düzəldir, dır həmçinin, ıl həmçinin. Doğrudur. Leksik şəkillərin hamısı bəli. 4-ü götürərik. Kökü feil də feildən düzəlib. Bunun kökü sifətdir. Hara yazıb? 5-i ortaq yazıb. Kökü sifətdir axı. Səhvdir. Tərkibində 4 variantlı leksik şəkilçisi var. Dır-dir, dur-dur, ıl-il-ol-ül. Burada da həmçinin ortaq olmalıydı. Ortaq yazıb düzdür. Və cavab olur 2, 4 və 6. Yəni, sadəcə diqqətli olsaq, əslində bilmədiyiniz heç nə yoxdur, çaşa biləcəyiniz heç nə yoxdur. Daha sonra burada nə deyir? Cəmil baxışımdan məni sizə oxşadır. Aha, Cəmil oxşadır. Oxşamaq, oxşatmaq, əslində bu t-dır. Ir isə indiki zaman şəkilçisi. Tamamlaya bilən fikirlər soruşur. Cümlədəki feil hərəkətin danışılan anda baş verdiyini bildirir. Aha, yəni indiki zamanda deməkdir, doğru. İndi doğrular seçirik. Tərkibi bu sxemə yolunda elə yazmışam, səhvdir. Qrammatik şəkilçisiz işlənsə, oxşat, oxşat. Sözdə cingitli samit olmaz, hə. Çünki burada t-dıya keçib də, qrammatiki silsək, deməli indiki zaman olacaq və daha doğrusu indiki zaman gedəcək və oxşat qalacaq və hamısı kar olacaq. Bu düzdür. İcbar növdədir. T varsa da burada, amma Cəmil özü oxşadır. Kiməsə elətdirmir axı. Məlum növdədir.
Altından xətt çəkilmişsə, 2 eşitçisindən ibarətdir. Bəli ilə yazmışam, doğrudur. Götürərik. Hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. Yəni demək istəyir ki, subyekt məlumdur. Bəli, cəmil oxşadır. Özü özü oxşadır yəni. Ona görə də cavab olacaq. Rəqəm də seçilmir. 2, 4, 5. Və 27. Görək 27-də də doğru yanlışı salıb. Uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Şəxsiz cümlələrdə həmişə şəxsiz feil olur. Yox. Həmişə yox. Çünki şəxsiz cümlələr uşaqlar axı isim xəbərli də ola bilər. Məsələn, gecdir, tezdir, qışın oğlan çağıdır və s. Ona görə bu yanlışdır. Müəyyən şəxsi cümlələrdə bütün cümlə üzvləri eyni anda mövcud ola bilər. Ola bilər. Çünki müəyyən şəxsi cümlədə mübtəda da olur axı. Hamısı ola bilər. Bu doğruya gedər. Qeyri-müəyyən şəxsi cümlələrdə ən çox 4 fərqli cümlə üzvü ola bilər. Bəli, çünki cümlə üzvləri 5 dənədir də və qeyri-müəyyən şəxsi cümlədə hansı olmur? Mübtəda olmur. Mübtəda olsa müəyyən şəxsi olar. Ona görə də bəli, ən çox 4 ola bilər. Bu doğruya gedir. Ümumi şəxsi cümlələrin xəbəri bütün şəxslərdə ola bilər. Yox. Ancaq ikinci şəxs təkdə ola bilər. Bir də üçüncü şəxs cəm. Məsələn, cücəni payızda sayarlar və yaxud da qışda bu hallara tez-tez rast gəlirsən. Sən rast gəlirsən də, yəni hamı. Sən olsa müəyyən şəxsdir, sən gizlənməlidir. Yəni qışda belə hadisələrə tez-tez rast gəlirsən desək, ikinci şəxsə aid ümumi şəxsi cümlə olmuş olur. Bu da belə. Situasiyamız böyük ehtimal kitabçada yoxdur. Yenə də bir baxaq. Situasiya sualları, cədvəldir, yoxdur əlimizdə. Doğru fikir. Tüntü hərfləri vermiş cümlə əsasında cədvəli tamamlayın. Təəssüf ki, suallar keçən ildən də yadımda qalmayıb. Səhv deməyək. Ona görə də bilmirəm nəyi soruşurdu. Burada verməyib həmin cədvəllər və kodlaşdırma vərəqində var. Eyb yox. Əgər istəsəz, uşaqlar, rəylərdə zəhmət olmasa fikrinizi bildirərsiniz. Ayrıca situasiyada nələrə diqqət yetirmək lazımdır adlı video çəkə bilərik. Yəni, əgər istəsəz, bir neçə dənə situasiya işləyə bilərik, 2 dənə, 3 dənə həmin videoda situasiya işləyə bilərik və onun da taktikalarından nələrsə öyrənə bilərsiniz. Əgər istəsəz, rəylərdə qeyd edərsiniz, ona aid də əlavə bir video çəkərək sizə dəstək olmuş olarıq. Yəni, bu da belə. Və keçən ilin qəbulunu işlədik, sizinlə bitirdik. İstəsəz, tarixi də işləyək. Zarafat edirəm, tarixlə müəllimimizin arası abituriyent vaxtı çox da yaxşı olmayıb. Belə gənclər, bu videonun sonuna gəldik. Ümid edirəm, sizə faydası olmuş olar. Əgər faydası olsa, rəylərdə bildirməyi unutmayın, dəstək məqsədli. Hər birinizə uğurlar arzu edirəm. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.